Deyirsən kasıb həyatı yaşayırıq. Kasıb həyatı yaşayırıq. Namuslu yaşayırıq. Qeyrətli yaşayırıq. Heç kimin malında gözümüz yoxdur. Başımızı sallamışıq. Öz kasıblarımızı, kəsdiliyimizi yedik. İndi inşallah siz də oxuyarsınız. Ölçələrinizlə, beyninizlə gedərsiniz, oxuyarsınız, gözəl göçür. Sənətkar olarsınız, namuslu, qeyrətli. Onun da namuslusu, qeyrətlisi var. Üstüne plyonka vurduğun yere ne qarıbsan? Hə? Danış görüm, o üstüne plyonka vurduğun yere ne qarıbsan? Orada bibar əkmişik. Allah qorusun, indi yeşələnəcək, onu tarlaya basılacaq. Tərdən çıxardıb tarlaya basılacaq. Yaxşı olacaq sana. Mənə pul qazanacaq. Böyle oxuyacaqsan inşallah olacaqsan imkanını. Sən də bu fikirləşəcəksən ki, biz çox kasıb olmuşuq. Barılara, kasıblara əl tutacaqsan, xeyriyyətçilik eləyəcəksən, kömək verəcəksən. İnşallah, inşallah. Böyle qaqa, 3 bəndə gəlir. Allah talanın huzurundan 3 bəndə göndərir. Bir xeyli vaxtdan sonra Allah Taala öz mələklərini göndərir ki, gedin görün. Birinci bəndə nə iş görür? Bəndələr gəlir, görür. Birinci bəndə o vaxtı baca deyirdilər da. Dam olurdu, dam ölü olurmuş, damın da bacası olurmuş. Bacanın altında oturub, yamaq yamayır. Öz cırıq sökük paltarlarını yamayır. Sakitcə girmişsə, heç kəsin işi yoxdur. Gedir, Allah Taala edir belə-belə. Deyir, onu verdim ona. Getsin sakit adamdır, keçimlə işi yoxdur. Getsin yaşasın. Deyir, get gör ikinci ağayı. İkinciyə gəlir, görür ikinci də yenə tarlasını əkir, buğda səpir, çörək. Qarmaqdan ötəri, əkin əkir, sulur, başını sallayıb sakitcə. Heç kimlə işi yoxdur. Deyir, ona arayır, deyir, o da beləcək. Deyir, onu da verdim ona. Getsin, işləsin, işini görsün. Heç kimlə işi yoxdur. Qarmağal adamdır. Deyir, get gör üçüncü ağayı. Gələndə görür, Allah Taala'nın özü bilir ki, Hasan ağadan. Burası da mələklərini yoxlur. Gəlir, görür, bu vaxt damın ortasında belə kərəndər olurmuş, 8. Belə kərəndər olurmuş. Kərəni qucaqlayıb ölürsün belə. Başını sökürmüş, yəni başqa şeylər vermiş,